Herkese salam əzizləyicilər, yeni bir videoyla qarşınızdayıq. Bugün biz sizinlə AliExpress tətbiqində sifarişin necə edilməsi barədə məlumat verəcəm. Hazırsınızsa videomuza keçid edək. AliExpress tətbiqini yükləyirik. Tətbiqə daxil oluruq. Tətbiqə daxil olduqda bizim qarşımıza belə bir səhifə açılır. Biz buradan dilimizi seçə bilərik. Bizim seçimimiz ingilis dili olur. Seçimi etdikdən sonra biraz gözləyirik. Və qarşımıza yenidən səhifə açılır. Səhifədə gördüyünüz kimi istədiyimiz valyutanı seçə bilərik. Biz burada təbii ki, Azərbaycan manatını seçərək təsdiqləyirik. Videonu bura qədər izləmişsinizsə, kanala abunə olub, videonu bəyənməyi və yorum yazmağı, həmçinin videonu dostlarınızla paylaşmağı unutmayın. Diqqətiniz və dəstəyiniz üçün hər birinizə təşəkkür edirik. Videomuza qaldığımız yerdən davam edirik. Biz AliExpress tətbiqində bir neçə məlumatları qeyd edəcəyik. Burada gördüyünüz kimi Confirm your email, yəni emailimizi qeyd edirik. Davam et tuşuna klikləyirik. Emailin qeydiyyatı bitdikdən sonra isə ünvanımızı qeyd etməyə keçid edirik. Ünvan məlumatlarında gördüyünüz kimi random olaraq hər hansısa bir məkan göstərilir. Qarşımızda Moskva şəhəri göstərilir. Biz burada istədiyimiz ölkə və yaxud şəhəri qeyd edə bilərik. Biz Bakı şəhərini qeyd edirik. Baku yazdıqdan sonra isə məlumatımızı təsdiqləyirik və davam edirik. Növbəti addımda Bakı şəhəri xəritədə qarşımıza çıxır. Biz istədiyimiz məkanı qeyd edə bilərik. Qeyd etdiyimiz şəhərin qəsəbəsini və hətta mənzilini də qeyd etmək mümkündür. Save düyməsinə klikləyərək ünvanı təsdiqləyə bilərik. Gördüyünüz kimi ünvan artıq yaddaşdadır. İndi isə biz sizinlə AliExpress tətbiqində sifarişin verilməsi və onların haqqında məlumatları qeyd edəcəyəm. Əsas səhifəyə keçid edərək məhsulları görmək mümkündür. Siz burada məhsulları birbaşa ala və yaxud səbətə əlavə edə bilərsiniz. Biz burada bir məhsul seçirik. Gördüyünüz kimi telefon kablosudur. Qiyməti və haqqında məlumatları qeyd olunmuşdur. Rəng seçimləri də mümkündür. Siz istədiyiniz məhsulu əlavə edə bilərsiniz. Burada səbətə əlavə edə və ya birbaşa ala bilərsiniz. Burada Add to Cart edərək səbətə əlavə edə bilərik. Gördüyünüz kimi səbətdə silə və ya sayını artıra bilərsiniz. Gördüyünüz kimi məhsulun qiyməti 2 manat 99 manatdır. Bunu da qeyd edim ki, sifarişlərin qəbulu zamanı hər yarım kiloya 1 manat 40 qəpik məbləğində yol haqqı tutulur. Qarşımıza açılan səhifədə isə ödənişin necə ediləcəyi barədə kart məlumatlarımız qarşımızdadır. İstədiyiniz kartı seçərək ödənişi tamamlaya bilərsiniz. Burada məhsul hara çatdırılacağı və nə vaxt çatdırılacağı barədə məlumatları aydın görə bilərsiniz. Beləliklə sifarişi tamamlamaq mümkündür. Bizə bu məhsul lazım olmadığı üçün təbii ki də sifariş etmirik. Siz isə sifariş edə bilərsiniz. Beləliklə bir videonun daha sonuna gəldik. Növbəti həftədə görüşənədək sağ olun, salamat qalın.